24-cü sual zamanlar mövzusudur və cümlədə if bağlayıcısı var. İfə diqqət etmək lazımdır. İf olan cümlədə zamanlar bir-biri ilə uzlaşmalıdır və if özündən sonra yalnız sadə zamanlar istəyir. Buna görə ilk öncə C variantını çıxırıq, ifdən sonra volt gəlməz. E variantını çıxırıq, yenə də if, ifdən sonra sadə zamanlar gəlir. A variantında hədd keçmiş bitmiş, daz indiki sadə, keçmiş zamanla indiki zaman uzlaşmaz. B variantı həv indiki bitmiş, did keçmiş sadə uzlaşmır. Doğru cavabımız D variantı. Keçmişə nəzərən gələcək zaman keçmiş sadə zamanla uzlaşır. 25-ci sualda yenə zamanlar mövzusudur və cümlədə before bağlayıcısı var. Before olan cümlədə zamanlar bir-biri ilə uzlaşmalıdır və before da özündən sonra yalnız sadə zamanlar istəyir. A variantı keçmiş bitmiş zamanla indiki sadə zaman uzlaşmır. B variantı gələcək zaman keçmiş zamanla uzlaşmaz. C variantı keçmiş sadə zaman indiki bitmiş zamanla uzlaşmır. D variantı uzlaşma var, amma if özündən sonra yalnız sadə zamanlar istəyir. Ifdən sonra shall will gəlməz. Doğru cavabımız E variantıdır. Keçmiş bitmiş zaman keçmiş sadə zamanla uzlaşır.